Namibiyada 59 yaşlı Alman iş adamı və xeyriyyətçi Bernard Kebbel safari zamanı aslan hücumuna məruz qalaraq həyatını itirib. Yenavaz.com xarici kiblərə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Kebbel həyat yoldaşı Connie və dostları ilə birlikdə safari düşərgəsində qalırmış. O gecə saatlarında tualetə getmək üçün çadırından çıxdığı vaxt vəhşi aslanın hücumuna tuş gəlib. Aslan onun boğazını dişləyib və Kebbel aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib. Namibiya Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyinin sözçüsü Nidesipan Haminiela hadisəni təsdiqləyərək bildirib ki, düşərgədəki digər insanlar aslanı qorxudaraq qovmağa nail olsalar da, Bernard Kebbelin həyatını xilas etmək mümkün olmayıb. Bernard Kebbel vəhşi təbiətin mühafizəsi sahəsində aktiv fəaliyyəti ilə tanınırdı. O, Namibiyada xüsusi səhra şirlərinin qorunmasına yönəlmiş layihələri dəstəkləyir və safari avtomobilləri üçün avadanlıq satan Off-Road Center şirkətinin keçmiş sahibi kimi tanınırdı. Qeyd edək ki, bu son aylar ərzində vəhşi heyvan hücumları ilə bağlı qeydə alınan yeganə faciə deyil. Aprel ayında Kenya paytaxtı Nairobidə yerləşən Milli Park yaxınlığında bir şir 14 yaşlı qızın həyatına son qoymuşdu.